Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü mövzumuz İslam dinində en büyük günahların üçüncüsü münafiqlik haqqındadır. Münafiqlik insanın küfrünü gizlətməyə deyilir. Münafiq kafirdir, en büyük kafirlərdəndir. Yəni Allah'ı inkar etmək olsun, şirk qoşmaq olsun, Allah'a və onun peyğəmbərinə müəyyən səbəblərdən düşmənçilik edən bir insanın öz əqidəsini aşkara çıxarmaması və gizlətməsi haqqındadır. Münafiqlik Quran-ı Kərimə görə də en büyük günahlardandır. Allah Teala Quran-ı Kərimdə münafiqliyə görə əbədi cəhənnəm vədəsi vermişdir və Peyğəmbərə bildirmişdir ki, ya Peyğəmbər sən onları tanımazsan, onları Allah yaxşı tanıyar. Münafiqləri cəmiyyətdə tanımaq elə də asan məsələ deyil. Onlar bəzən İslami prinsiplərin, İslami əqidənin və ibadətlərin altında gizlənə bilərlər. Münafiqlər ola bilsin ki, namaz qılan da olsunlar, haca gedən də olsunlar, zəkat və müəyyən ibadətləri yerinə yetirən də olsunlar. Lakin onların xisləti öz əqidələrini, düşmənçiliklərini gizlədib, fürsət düşən kimi düşmən fəaliyyətinə keçmək və müsəlmanları imandan uzaqlaşdırmaq, azdırmaq məqsədləri daşıyır. Deməli, İnsanlar ümumiyyətlə iman baxımından üç qrupa bölünürlər. Bunlar kafirlər, möminlər və münafiqlərdir. Deməli, münafiqlər də kafirlərdir. Lakin kafirlər qorxaq olmadıqlarına görə, onlar əqidələrini cəsarətli olduqlarına görə açıq şəkildə büruzə verirlər və insanlardan gizlətmirlər. Münafiqlər isə qorxaq olduqlarından onlar əqidələrini gizləyirlər və aşkarda kimliklərini aşkara çıxartmaqdan çəkinirlər. Deməli, münafiqlik daxili batinin, yəni əsl kimliyin gizlədilməsi üçün zahirin dəyişdirilməsidir. Deməli, Peyğəmbər Əleyhisselamın hədislərindən və Quran-ı Kərimdə münafiqlərin bir çox xüsusiyyətləri sadalanır və biz burada onların 14 xüsusiyyətini sadalayacağıq. Bunların hamısı Quran-ı Kərimdə və Peyğəmbərin hədislərinə görə sabitdir. Deməli, Quran-ı Kərimin 63-cü surəsi ayrıca bir surə Əl-Münafiqun adlanır və münafiqlər haqqında bəhs edir. Onların küfrü və onların əzabları, onların gələcək aqibətləri barədə bizlərə xəbər verir. Birinci, münafiqlər küfrü gizlədirlər. Yəni onların əqidələri budur ki, onlar aşkara, dediyimiz kimi aşkara çıxardmırlar əqidələrin. Onlar ikinci nifaq əhlidirlər. Onlar nifaq, müsəlmanlar arasında nifaq törətməkdən əl çəkmirlər, fürsət düşən kimi fəaliyyətə keçirlər. Üçüncü, deməli, xüsusiyyət, xüsusi bir xüsusiyyət qazanır. Bu xüsusiyyət, yəni bu elə bir üsuldur ki, bu üsulu Peyğəmbərə Allah Teala öyrətmişdir. Deməli, 14 xüsusiyyət sadalayacaq. Bu xüsusiyyətlərin hər birini münafiqlər bəzən çox asanlıqla, ustalıqla gizlədə bilirlər. Lakin bu xüsusiyyətlərin içərisində bir xüsusiyyət vardır ki, o özü də bu məsələdə xüsusi bir mühüm yer alır və o da münafiqlərin Həzrət Əliyə olan, Əli ibn Əbu Talibə olan kin və ədavətləri, nifrətləri idi ki, bunu heç cür gizlədə bilmirdilər. Əvvəldə dediyimiz kimi Allah Teala bir ayədə Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, sən onları yaxşı tanımazsan, onları Allah yaxşı tanıyır. Deməli, Peyğəmbər özü belə bəzən, hətta Allah Teala bildirir ki, bəzən onların danışığı sənin xoşuna gəlir. Həqiqətən də bu Peyğəmbərin insanları tanımaması deyil, ümumiyyətlə, yəni bu tip insanları tanımaq olduqca çətindir. Onlar elə ustalıqla xarakterlərini pərdələyirlər ki, onları bəzən Peyğəmbər Əleyhisselamda tanıya bilmirdi. Lakin digər bir ayədə Allah Teala
Peyğəmbər əleyhissalama bir üsul öyrədir və bildirir ki, ya Peyğəmbər, sən onları onsuz da danışıq tərzlərindən tanıyacaqsan. Əshabələr Peyğəmbər əleyhissalama sual verirdilər ki, ya Peyğəmbər, bu hansı üsuldur? Yəni biz onları tanıyaq və bu ayə gələndən sonra münafiqlərin bir çoxu ümumiyyətlə danışmırdılar ki, danışıqlarından onların münafiq olduqları bilinməsin. Və Peyğəmbər əleyhissalam o səhabələrə cavab verirdi ki, bu Əli ibn Əbu Talibə olan nifrətdir ki, onları gizlədə bilmirlər və aşkar şəkildə üzə çıxardırlar. Deməli, həm Peyğəmbər əleyhissalamın Həzrət Əliyə olan məhəbbəti və öz canişini elan etməsi, həm də Allahın həm Əhl-i Beytə, bu ailəyə, Həzrət əleyhissalama olan xüsusi sevgisi, bir yandan da kafir ailələrdən, bu bəzi münafiqlərin hətta ailə üzvlərindən, qohumlarından, dostlarından, tayfalarından Həzrət əleyhissalam müəyyən qədər kafirlər öldürmüşdür ki, və onlar da bunun intiqamını almaq istəyirdilər Həzrət Əlidən və ona xüsusi bir nifrət bəsləyirdilər. Bunu Peyğəmbər əleyhissalamın səhabələrindən də çox saylı hədislər var. Həm şiə, həm də əhl-i-sünnə hədis kitablarında bu barədə hədislər var ki, həqiqətən də Peyğəmbərin səhabələri bildirirlər ki, biz münafiqləri ən çox aşkar şəkildə Həzrət Əliyə münasibətdən tanıyırdıq. Yəni, onlar Həzrət Əlidən söz düşəndə, yəni nifrətlərini gizlədə bilmirlər. Müasir dövrümüzdə də həqiqətən biz bunun şahidi oluruq. Bəzi radikal qüvvələr, ümumiyyətlə, onların nümayəndələri yanında Həzrət Əlinin adı çəkiləndə həqiqətən onlar narahat olurlar. Bu meyyar, Allahın Peyğəmbərə öyrətdiyi bu meyyar günümüzdə də keçərlidir. Həqiqətən, hörmətli izləyicilər, siz bəzən Peyğəmbərin canişini əmisi oğlu və İslama misilsiz atası Əbu Talib ilə birdə, atası Əbu Talib də bildiyimiz kimi Peyğəmbəri böyütmüşdür, Peyğəmbərə İslama xüsusi xidmətləri olmuşdur və onlardan danışanda o insanların görürsən, narahat olduqlarının şahidi olursan və bu meyarın hələ də işlədiyinin şahidi olursan ki, Həzrət Əlidən söz düşəndə bəzi insanlar narahat olurlar, çox narahat olurlar. Bu da bildiyimiz kimi Allahın və Peyğəmbərinin bizə öyrətdiyi münafiqlik sifətlərindən, münafiqlik xüsusiyyətlərindən biridir. Dördüncü, onlar haindirlər. Bunlar Qurana görə də sabitdir, Quran ayələri ilə. Həqiqətən də onlara əmanət verilsə, əmanətə xəyanət edərlər. Bundan başqa yalancıdırlar. Onlar mütləq surətdə əqidələrini gizlətməkdən ötürü yalan danışmağa, mütəmadi hər gün yalan danışmağa və pərdələnməyə məhkumdurlar. Bundan başqa onlar əhdə vəfasıdırlar. Onlar verdikləri sözü yerinə yetirməzlər. Peyğəmbərin əleyhissalamın vaxtında da belə insanlar var idi. Bəzi dindarlar belə onları gözləyənlərin olduğu halda namazlarını, ibadətlərini uzadaraq rahat asudə vaxtda olduğu kimi qılmaları Peyğəmbər əleyhissalamı bəzən qəzəbləndirmiş və bunu qadağan etmişdir. Yəni bir insan gözləyərsə, onu yola salıb ondan sonra namazını davam etdirməlidir ki, bu da Peyğəmbər sünnətidir. Amma günümüzdə bəzən görürük ki, bir insan hətta özündən yaşlı bir insanı, hətta öz valideynini belə gözlədə bilir. Yəni, namaz qılmağı, namazı uzadır, bununla da daha çox savab qazanmağını düşünür. Əksinə bu bilməlidir ki, bu şəriəti bizə gətirən Peyğəmbər əleyhissalam bunu qadağan etmişdir və insan gözləyəni yola salandan sonra rahatlıqla namazını davam etdirməlidir. Bundan başqa onlar ikiyüzlüdürlər. İkiyüzlü, bəli, ikiyüzlülük olmaq ikili xarakter daşımaqdır. Yəni, batindəki insanın əsl kimliyini zahirə çıxmağa qoymamaqdır. Yəni, ikili xarakter daşımaqdır. Lakin ikiyüzlülük tamamilə münafiqlik demək deyil. Bəziləri elə bilirlər ki, münafiqlik tamamilə ikiyüzlülükdür. Xeyr, hər bir münafiq bildiyimiz kimi ikiyüzlüdür. Lakin hər ikiyüzlü münafiq deyil. Ola bilsin ki, bir insan mömin olsun, zəif mömin olsun
və onun qorxaq olduğuna, cəsarətsiz olduğuna görə ətraf mühitin təsiri altına düşsün, zəmani adam olsun və bəzən ətrafdakılara qarşı çıxmamaqdan ötürü onların istədikləri şəkildə hərəkət etməyə məcbur olurlar qorxaqlıqları üzündən ki, və onlar ikiyüzlülük edirlər, səmimiyyətdən uzaq, burada bu söz deyib el dilində, orada başqa söz deyib, yəni içərilərində həqiqətən başqa fikir daşıyıb, çöldə isə başqa söz deyən insanlardır ki, ikiyüzlülük özü də münafiqliyin bir xüsusiyyətindən biridir. Bundan başqa onlar təkəbbür əhlidirlər. Həqiqətən də Peyğəmbər Əsəlamın dövründə də belə idi. Onlar özlərindən aşağıları imkan düşən kimi aşağılamaq istəyirdilər və özlərinin çox lovğa, təkəbbürlü aparırdılar. 9-cu xüsusiyyət qorxaqlıqdır. Onlar qorxaqlıqları üzündən münafiq olmuşlar. Başqa kafirlər cəsarətindən, yəni əqidələrini gizlətmədiyindən, İslama, Peyğəmbərə qarşı düşmənçiliklərini açıq şəkildə bildirdiklərindən, lakin bunlar qorxaq olduqlarından gizli fəaliyyət göstərməyə üstünlük verirlər. 10-cu xüsusiyyət, onlar xəsis olurlar, onlar əldən bərk olurlar və Allahın verdiyi nemətləri qətiyyən başqaları ilə, hətta öz doğmaları, yaxınları ilə də paylaşmaq iqtidarında olmurlar. 11-ci xüsusiyyət, deməli, haqsız mübahisəçidirlər. Bildiyimiz kimi Peyğəmbər Əleyhisselamın bu barədə məşhur hədisləri var, münafiqlərin xüsusiyyətləri barədə. O hədislərin birində deyilir ki, deməli, münafiqlər əmanətə xəyanət edərlər, verdikləri vədi yerinə yetirməzlər, danışdıqları zaman yalan danışarlar və mübahisə etdikdə haqsızlıq edərlər. Bu xüsusiyyəti də Peyğəmbər Əleyhisselam hədisində bildirir. Bu hansı xüsusiyyətdir? Həqiqətən dövrümüzdə də, o dövrdə də, Peyğəmbər Əleyhisselam dövründə də var idi. Bəzi insanlar olduqca mübahisəçi idilər və o, deməli, normalda bəzi mübahisələr var ki, bunlar haram deyil, bunlar elmi mübahisələrdir və elmi tərəqqiyə aparan üsul və həmin mübahisə edənin ümumiyyətlə hörmətli dinləyicilər bir məqsədi olmalıdır. Haqqın aşkara çıxarılması, qətiyyən qarşıdakına qalib gəlməkdən ötürü bütün vasitələrdən istifadə etmək qəbul olunmazdır. Bu ikiyüzlülükdür, bu haqdan uzaqlaşmaqdır. Amma bəzi insanlar var ki, həqiqətən onların məqsədi mübahisədə haqqı aşkar etmək deyil, qarşıdakına qalib gəlmək, onun məğlub halından ləzzət almaq, bu məqsədi daşıyır və qarşıdakına qələbə çalmaqdan ötürü haram vasitələrdən, yalandan, böhtandan, hər bir vasitədən istifadə edirlər ki, bu da münafiqlik əlamətlərindən biridir. Deməli, 12-ci xüsusiyyət insanları azdırandılar. Onlar həqiqətən də insanları azdırmaqla məşğuldurlar. Fəaliyyət, münasib fürsət düşən kimi fəaliyyətə keçirlər, düşmən fəaliyyətinə keçirlər və imanlı insanları azdırmaqla məşğul olurdular. Belə insanlar Peyğəmbərin dövründə də var idi. Həqiqətən bu dövrdə də var. Bəzi insanlar görürsünüz ki, hətta ibadət əhli olsalar da işləri, peşələri din xadimlərinə sataşmaq, Allaha sataşmaq, dinə sataşmaq, müxtəlif, tutaq ki, din xadimləri, mollalar haqqında müxtəlif lətifələr danışmaq, bununla da, yəni onlar bunu məqsəd yönlü şəkildə ola bilsin edirlər, ola bilsin bilməyərəkdən edirlər, amma bunu bilməlidirlər ki, Peyğəmbər Əleyhisselamın dövründə də Peyğəmbər Əleyhisselam hər adamlara münafiq deyirdi və onları Allah düşməni, İslam düşməni adlandırırdı ki, bu da həqiqətən də belədir. Bu adamlar özləri bilməsələr də, yəni ətrafınızda görsəz bu adamları bilin ki,
bunlar düşmən fəaliyyəti ilə məşğuldurlar. Ona görə Peyğəmbər əleyhissalam bu sifəti də münafiqlik xislətindən saymışdır. Bundan başqa onlar kafirlərlə dostluq edirdilər. Həqiqətən Peyğəmbər dövründə də elədir, indiki dövrdə də belədir. Onlar müminin mütləq dostu olmalıdır. Mömin kafirdən özünə dost tutmamalıdır. Yəni bunu Peyğəmbər əleyhissalamın dövründə də müxtəlif ayələrlə də sabitdir. Allah Teala Quran-ı Kərimdə bildirmişdir ki, kafirlərlə dostluq edən, onlara yardım göstərənlər Allahdan heç bir şey gözləməsinlər. Onlar fikirləşməlidirlər ki, onların bütün gördükləri ibadətlər, etdikləri ibadətlər də çıxar bu əməlləri ilə və onlar kafirlərlə dostluq etməməlidirlər. Deməli, bu əmələ yol verən insanların da xisləti münafiqlik xislətidir. Bundan başqa 14-cü sonuncu da onların xisləti deməli yaltaqlıqdır. Həqiqətən onlar yaltaq olurlar. Onlar özlərindən aşağıladıqları kimi özlərindən məqamca hər hansı bir vəzifədə var dövlətlə məqamda özlərindən üstün olanın qarşısında isə yaltaqlıq edərlər və bunu da aşkar şəkildə gizlətmədən edərlər. Yaltaqlıqlarına da xüsusi bir don geyindirərlər, forma verərlər və dövrümüzdə də artıq bu geniş yayılmaqdadır. Yaltaqlıq xüsusi karyeri olmuşdur və evdə uşaq baxıb atasını yaltaq görərkən bu yaltaqlığı ona heç kim başa salmır və həqiqətən də o elə bilir ki, bu karyeradır. Yəni bu qarşıya yüksəlməkdən ötürü, inkişaf etməkdən ötürü bu bir üsuldur, normal bir üsuldur. Ona görə biz də uşaqlarımızı, övladlarımızı bu əməllərdən, bu xislətlərdən uzaq tutmalıyıq. Yəni münafiqlik ümumiyyətlə ailələrdə uşaqlıqdan başlayan, uşaqların qorxaq olması nəticəsində ola bilər, valideynlər uşaqlarını döyməsi nəticəsində və ona kifayət qədər İslam barədə tərbiyə məlumat verməmək sayəsində də bir insan gələcəkdə münafiqə çevrilməsi mümkündür. Ona görə hörmətli izləyicilər, bu İslam dinində ən böyük kafirlik, ən böyük günahlardan biridir ki, biz də ətrafımızda belə insanlardan həm özümüz uzaq durmalıyıq, həm də övladlarımızı bu xislətdən uzaq tutmalıyıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.